Hər kəs salamlayıram, əziz və dəyərli izləyicilərim. Bugün gedirik Hüseyn balanın xəstəxana çıxışına. Əslində xəstəxana çıxışına getmək istirdim, amma təəssüflər olsun ki, yoldaşım burada olmadığı üçün tam oraya gedə bilmədim. Yəni xəstəxanaya gedə bilmədim. Birbaşa gəldik evə. İndi gedək onları qarşılamağa. Lakin əsas hissəyə keçməmişdən öncə hazırlamış olduğum bu xonçaları sizə maraqlı bir şəkildə təqdim etmək istəyirəm. Çünki bilirəm ki, məni izləyən izləyicilərin böyük əksəriyyəti ilə analardır. Burada istifadə etdiyim bütün məhsulları, əsas da baxım məhsullarını qeyd etmək istəyirəm ki, öz övladıma istifadə etdiyim məhsulları almışam. Qətiyyən fərq qoymamışam. Ona nə almışamsa, Hüseyn balaya da həmin məhsulları almışam. Həm keyfiyyətinə bələdəm, həm də ki, çox həssas dərli uşaqlar üçün tasarlanıb bu məhsullar. Əslində mən qaynanama hazırladığım kimi 3 mərtəbəli bir pampers xonçası hazırlayacağıq. Sadəcə aylar öncədən artıq istədiyi üçün belə bir dizayn. Mən də eyni dizaynı hazırlamaq istəmədim. Dedim qoy ket kimi yığım, belə qutunun içinə yığdım. Və burada koala naxışlı olan bu dəsti də aylar öncədən almışdım. Çox bəyənmişdim. Həm sadə, həm göz oxşayan, həm də Civil markasına aiddir. Mən öz qızıma da bütün paltarları oradan alıram və əmzik olaraq da V-Baby-ni seçdim. Çox keyfiyyətli markadır. Bir də belə paylama konfetlər hazırladım. 9 ədəd. İçində də çoxlu yumurtalar. Bu pampers və konfet xonçasından xəbərləri yox idi. Əlavə olaraq belə yasəmənli, qızılgüllü bir buket də hazırladıb apardım. Məncə orada çəkilişdə çox qəşəng düşdü. Yəni bütün şəkillərdə, yəni ön planda bu buket idi. Bu arada əgər hədiyyə buketi alacaqsınızsa, bu ad günü ola bilər, xəstəxana çıxışı ola bilər, fərqi yoxdur. Çalışın belə qutuda alın, çünki beləcə əlavə güldana ehtiyacı olmur. Zaten qonaqlıqda adətən yəni hər kəsin başı qarışıq olur. Bir də onu güldana qoymaq artıq müşkül məsələdir. Dolayısıyla bir də baxırsınız ki, güllər büzüşüb tez-tez artıq xarab olmağa başlayır. Və videonun başında qeyd eləmişdim, Uğur hal-hazırda gəmidədir. Mən də ona görə yəni bilmirdim ki, kimlə gedim. Uşağa da anam baxadığına görə, yəni o apara bilməzdi məni. Sənbər bebi gəldi, məni apardı, birlikdə getdik Suraxanıya. Öncəndə aparmama səbəbim təkcə diş çıxarması deyil təbii ki. Genel olaraq bilirdim ki, huysuz olacaq və mən də orada heç bir şey çəkə bilməyəcəm, nə şəkil, nə video. Ancaq incədən dağıcı gəzəcəm ora-bura, onu yedizdirmək, çizdirmək, altını dəyişmək, video. Yəni deməm odur ki, yəni mən orada gedib heç bir şeydən həzz almayacaqdım. Burada gördüyünüz heç bir çəkilişi eləyə bilməyəcəkdim. Yəni oradan buradan vaxt tapdıqca 1-2 dənə nəsə videoya şəkil çəkəcəkdim. Dediyim kimi bütün günüm elə bil ki, İnci ilə yenə məşğul olmaq olacaqdı. Və çoxdan planlaşdırmışdım ki, elə Uğur burada olsa da, olmasa da gedəcəm. Və Hüseyn balanın anası belə qəşəng uşağına belə xonçalar hazırlamışdı. Burada görürsüz, kuklası da var, əlavə belə hamam dəsti də var. Biz gələndə hələ onlar gəlib çıxmamışdılar. Elə özümüz tez gəldik ki, belə buralarda sərgiyə salaq, gətirdiyimiz xonçaları və s. yerləşdirək. Bu arada mən bu xonçaları bəzəyəndə orada Ziyafət xala da bu cupcake'ləri hazırladı. Öz əlləri ilə qəşəng bəzədi, krem şanti ilə. Və əlavə bəzəklər də vurmuşdu. Dadına baxdım, çox qəşəng idi həqiqətən. Əllərinə sağlıq. Bu arada evdə, mətbəxdə qızğın iş gedirdi. Kifayət xala, İradə xala və Ziyafət xala hər üçü əlindən gələni eləyirdilər. Gördüm ki, həm yemək, həm şirniyyat, yəni hər bir işlə məşğul idilər. Əvvəldən çəngəl, bıçaq, nə bilim, qaşıq, yəni hər şeyi yerbəyer eləyirdilər ki, yemək süfrəsində rahat olsun. Elə ora getmişkən xalam gilədə 5 addımlıq yol idi. Gedib onları da ziyarət edib təzədən geri qayıtdım. Yaxşı ki də geri qayıtmışam. Gəldim, gördüm ki, artıq gəlirlər bir-bir hamısı evə. Xəzər əmisi gəldi. Təbrik elədim uzaqdan, dedim ki, bəs əmi adım mübarək. Belə iri qızıl güllər idi buketdə və nəhayət Hüseyn balamız gəldi. Kifayət xala qucağında gətirdi. Mən də ürək sözlərimi demək istəyirəm buradan. Arzu edirəm ki, bütün evlərdən körpə səsi gəlsin və Hüseyn balaya sağlam və xoşbəxt ömür arzulayıram. Arzu edirəm ki, hər zaman ailəsinin başını uca tutsun. Səsi isə həmişə yüksəklərdən gəlsin. Körpənin dünyaya gəlişi ilə biz elə düşünürük ki, evə sadəcə balaca bir körpə bala gəlir, amma özü ilə böyük bir sevinc və ümid gətirir. Onun varlığı ilə adi bir an belə daha dəyərli görünməyə başlayır. Bəhruzu, Güneli, qaynanamı, Xəzəri, burada gördüyünüz hər kəsi bir daha ürəkdən təbrik edirəm. Bugün evdə tamamilə başqa bir ab-hava var idi. Qonaqlar bir-bir içəri daxil olurdu. Hamısı balaca Hüseyni görmək üçün səbirsizlənirdi və belə anlarda hiss edirsən ki, körpənin gəlişi təkcə ailəni yox, hər kəsi bir araya toplayır.
və arada çox təsirli anlar da oldu. Yoldaşımın əmisi gəlib balaca Hüseynə xeyir-dua verdi və şirinlik də verdi. Biraz kövrəlmişdilər. Çünki uşağa qoyulan ad bizim üçün çox dəyərlidir. Rəhmətli qaynatamın adıdır. Belə anlarda təbii olaraq insan həm sevinir, həm də içində başqa hisslər keçirir. Amma ümumilikdə hər şey çox gözəl idi, çox yadda qalan bir gün oldu. Və mən də əlimdən gəldiyi qədər bu telefonumda bu gözəl anları kadra almağa çalışdım. Ümid edirəm ki, bu kiçik səhifəmdə sizlərə böyük duyğuları ötürə bilirəm və uşağın beşiyini çəkmək istədim. Belə ad yazılmış, qəşəng bulut formalı bir yastıq. Əlavə olaraq ilk oyuncaqları. Və Nübar da mənim daimi izləyicilərimdən biridir. Mən də onun balası Altayı da belə çəkib paylaşmaq istədim. Artıq yavaş-yavaş hazırlaşırdıq yemək süfrəsinə. Süfrəni qurmuşdular. Bir dənə qalmışdı ki, oturub yeyib içmək. Və süfrədə aş qarası, toyuq, salat, hər şey var idi. Xanımlar içəridə evdə oturduq, çöldə də bəylər oturdu. Və yeyib içmə mərasimindən sonra çay süfrəsində xalam demişdi ki, mənə zəng eləyərsən gələrik. Və budur Fatih, Günay, Aynur xala üçü də gəldilər. Fatih əlində hədiyyəsi ilə içəriyə daxil oldu və hər kəslə görüşdü. Təbii ki, çay süfrəsinə keçməmişdən öncə ilk olaraq tort kəsilməlidir və bu möhtəşəm tortu kəsmə mərasimi başladı və çox gözəl bir an idi. Ana, ata, bala bir yerdə tort kəsirlər. Körpə ananın qucağında olanda hər şey daha da mənalı görsənir. Və tortu kəsmək də çox sadə bir şeymiş kimi görünə bilər. Əslində isə bu başlanan yeni bir həyatın ilk xatirələridir. Belə anlar çox tez keçir, amma xatirə olaraq həmişə yadda qalır. İndi isə bu qəşəng tortdan dadmaq zamanıdır. Belə şirin anlarınız həmişə bol olsun. Balanızla birlikdə günləriniz gözəl keçsin. Və artıq qonaqlıq bitdi. Mən gəldim evə. Məni belə balaca şeytan qarşıladı. İnci artıq biləndə ki, kimsə evə qonaq gəlib ya da ümumiyyətcə kimsə gəlib, tez yaxınlaşır belə qapıya. Həmişə də bir corabı ayağında olmur. Havalar isindikcə fikir verirəm ki, istəyir ki, corabsız yatsın. Mən də ona görə çox vaxt corabını çıxardıram. İndi isə artıq evdəyəm və gəldim gördüm ki, İnci xanım əməlbaşlı kaprizli eləyir. Elə ağlayıb, həm dişin ağrısı bir tərəfdən üst dişləri çıxır. Həm də nə bilim, yəni genel olaraq kaprizli olub bugün. Mənə gəlir ki, dünən çox gec saatlarda yatdı, 1-2 arası güclə yatdı. Ona görə də ola bilər. Çünki qonaqlıq idi və gündəlik olaraq yəni yatmaq rejimi pozulmuşdu. Baxın, burada belə oynayır. Ailəmi qatıb bir-birinə. İnci xanım, ümid edirəm keyfiniz yerindədir. Və yeməyimizi yedik, çayımızı içdik. İndi də yollanmalıyıq yatmağa. Neyləsək də İnci xanım yatmadı. Gecə 12-yə kimi oyaq qaldı. Sonra öz-özünə yataqda oynadı, yatdı. Yəni yuxuya getdi. Düzdür, gecə ərzində kesintisiz yatmışdı. Yəni oyanıb yemək istəməmişdi. Amma yenə də gec yatmağı hər birimizə çox pis təsir eləyir. Daha çox belə qəşəng vloqların gəlməyini istəyirsinizsə, aşağıda kanalıma abunə olub, like butonuna basıb fikir bildirməyi unutmayın, zəhmət olmasa. Hər birinizə bir daha xoş izləmələr.